məsələdir, şəki deyəm. Amma bir məsələ var, şəkinin zaten dəniz səviyyəsindən yuxarıdır. Dəniz səviyyəsindən yuxarı olanda təzyiq çoxalır. Ona görə şəkinin yuxarı hissələrinə gedə bilmirəm. Yuxarı hissələrə getmək çətindir. Dəniz səviyyəsindən yuxarı qalxdıqca təzyiq qalxır. Təzyiqə dözmək çətindir. Can dözmür da. İnsan poladdan olsa belə çətindir. İndi bu yubileylə əlaqədar məqalələr oxuyuram. Hamısı yüksək sözlər deyirlər. Çox sağ olsun o müəlliflər. Amma mən özümdə böyüklük hiss eləmirəm. Mən çox adi bir şairəm. Əlbəttə ki, o dahilər ki, mən oxumuşam, Füzulidən, Nizamidən tutmuş, Nəsimi və onlar haqqında da yazmışam. Sabir. Onların qarşısında biz çox güclüyük. Ədəbiyyat, sənət hissin evladıdır. Elm beynin. O mənada mən belə başa düşürəm ki, əlbəttə onu xırdalıqlarını deyə bilmərəm psixoloq kimi. Ancaq onu bilirəm ki, həyəcanlı anlarında, əlimə qələm alanda, bu yazanda, yazı prosesində hiss edirəm ki, bu həyəcanlı oldu, gözəl oldu. Hissi oldu. Onu da başa düşürəm, bu hissdir. Ruh Rəbbimin əmrindədir, İxlas surəsində. Onu o kişi bilər. O onun ixtiyarındadır. Onu yer bəndəsi, yer insanı onu dərk edə bilməz. Mən hələ bilmirəm, Peyğəmbərlər bunu dərk edibmi? İsa, Musa, Məhəmməd tam mənada dərk edə biliblərmi? Bilmək olmaz. Amma hər halda hiss olunur ki, onlarda qığılcımlar var. Var qığılcımlar. Çox mürəkkəb məsələlərdir bunlar. Mən uzun illər Cəlaləddin Rumi ilə məşğul oldum. Onun məsləvisini oxudum türk dilində və onun haqqında yazılanları oxudum. Əlbəttə ki, o çox çətin məsələdir. Mən bilmirəm, başa düşmürəm. Bizim alim məktəblərdə, xüsusilə təsəvvüf fakültəsində niyə bu keçilmir? Niyə Cəlaləddin Rumi keçilmir? Niyə biz üzdən gedirik hər şeyi? Materializmi də üzdən getdik, idealizmi də üzdən gedirik. Mən istəmişəm ki, balaca bir şeirdə başa düşdüyüm kimi, başa düşdüyüm şəkildə təsəvvüfün mənasını açam. Təsəvvüf belədir, birinci şərt, birinci pillə şəriətdir. Yəni şəriətin bütün qayda qanunlarını həyata keçirmək. İkinci gəlir təriqət. Təriqət yol deyən şeydir. Sən düşürsən bir cığıra, yola. O zaman sənin mürşidin olmalıdır, müəllimin. Bu işləri bilən mürşid. Sən olursan mürid. Bu olur təriqət. Üçüncüsü olur mərifət. Yəni mərifətə çatırsan, müəyyən bir pilliyə çatırsan. Dördüncü gəlir həqiqət. Dördüncüdə mütləq həqiqəti dərk edirsən. Yəni Allahı dərk edirsən. Bu bir təkamüldür pillələrlə. Ona görə mən burada deyirəm ki, hər kəsin ürəyindən Allaha bir yol gedir. Bu yola biganələr özünə biganədir. Özünü aşmaq üçün, özünü aşmaq bu fəlsəfədə belədir. Yəni özündən yuxarı qalxmaq, özünü aşmaq, öz cismindən yuxarı qalxmaq, ruha qalxmaq, özünü aşmaq üçün, haqqa ulaşmaq üçün gərək öncə aşasan nəfs adlı dağları. Bu işdə insana birinci mani olan nəfsdir. Böyük adamlardan biri deyib, Allahım, sən məni nəfsimlə baş-başa buraxma, məni nəfsimə qul eləmə. Bu çox mühüm məsələdir. İnsanın başına nə qədər bəla gəlirsə, nəfsdən gəlir. İnsan nəfsini öldürə bilsə, yüksəlir, ucalır, mənən ucalır. Mənəviyyat ucalır, qəlbən ucalır, yüksəlir. Gərək öncə aşasan nəfs adlı dağları. Şəriət bir ağaçsa, həqiqət, təriqət budaqları, mərifət yarpaqları, həqiqət meyvəsidir, təsəvvüf haqq səsidir. Təsəvvüf bizi haqqı dərk eləməyə aparır. Hamı bu yolu gedə bilməz. Bu dörd pillədən hamı keçə bilməz. Çox böyük dahilər olub, keçiblər. Yarda dayanıblar. Ən böyük dahilər isə keçiblər axıra qədər. Və bu adamlar
öz gözləri ilə, yəni bəsirət gözləri ilə Allahı görüblər, dərk ediblər. Yəni bunun mənası budur ki, qısaca özünü dərk elə, özünü öyrən, özünü dərk eləsən, sən Allahı dərk eləyərsən. Mərifət adlanasına qədər gəlmişəm. Yəni müəyyən qədər dərk eləmişəm. Əlbəttə ki, bu dahiləri oxuya-oxuya, Cəlaləddin Rumini, Füzuliyə tam təriqət şairi demək olmaz. Yəni tam sufi şair demək olmaz. Amma o yaradıcılığının qüvvəsi ilə onun asana gəldi, xeyli gəldi. Onu gördü, ədəbiyyat tarixində çox zaman bir qism deyir o təriqət şairidir, bir qism rədd edir ki, o yolları yox, tam təriqət şairi demək olmaz. Mən də elə hesab edirəm. Məni əlbəttə ki, hansına getsən insandır, birinci insandır. Tam mənada insan, yəni öz şəxsi mənafiyindən yuxarı qalxan insan tapmaq lazımdır. İnsan olmaq uğruna mübarizə aparmaq. Hamımızda nəfsin əlamətləri var. Birimizdə biraz çox, birimizdə biraz az. O nəfs insanı daxilən mənəvi inkişafa qoymur. Nəfsini öldürə bilən ən böyük adamdır. Bir atalar sözləri var, bir atalar sözü var. Ən böyük, ən güclü pəhləvan özünü yıxandır. İndi kim seçə bilirsə, nəfsini öldürə bilirsə, özünü yıxa bilirsə, o keçir və olur insan və o mərifətə çatır. Mərifət və həqiqət dərk edir. Bu da çox güc adamlar. Həqiqəti dərk edən çox az olar. Yəni bizim bu tariximizdə olub belə adamlar. Nəyi verdim, nəyə aldım. Ömrü verdim, yaş qazandım. Bu İmam Qəzalidir. Bu çox böyük İslam alimidir. Görəsən bu kişilərin dərk elədiyinin yarısını mən dərk eləyə bildim mi? Demək asaddır ki, dərk eləmişəm. Boş sözdür. Çox çətindir. Yəni, ata da valideyndir. O savadsız bir kişiydi, o elə bunları bilmirdi. Amma o bir sözü vardı ki, insan olmaq lazımdır. Diplomu, indisi qutarıqər diplomu göstərdi, öyün elə. O ona çatmırdı. Onun əsas meyarı, ölçüsü insanlarıdır. Kasıb dolanıb, kasıblığının bizi böyüdü. Amma insan, böyük insan idi. Evdə bir əziz xörək pişəndə yiyəməzdi. Mütləq düşməli idi aşağı. Aşağıda gözləməli idi. Küçədən bir adam çıxsın, xoşuna gələn, onu çıxartmalı idi, bir yerdə çörək yiyək. Mən həmişə onu deyirəm. Burada bizim də günahımız var. Harada cəmiyyətdə bir əyinti varsa, bu cəmiyyətdə az çox üzdə duran adamların hamısının günahı var, içində də mənim. İndi bir şey deyim, bu mənəvi də yüksəliş məsələsinə çox maraqlıdır. Bu qərb fəlsəfəsi daha çox materialist fəlsəfədir. Şərq fəlsəfəsi daha çox mənəviyyat fəlsəfəsidir. İnsanın mənəvi yüksəlişi. İndi belə də bölürlər ki, hiss şeytandır, ağıl Allahdır. Hiss bizə aparır, həmişə hiss çox gözəldir, xoşdur. Adam hissin dalıca getmək istəyir. Ağlının önündə səcdə qıl, əyil. Ağıl düşüncənin mötəbər şahı. Ağlını eşidən heç kəsi deyil, Allahı eşidir, yalnız Allahı. Ağlını eşidən ancaq Allah eşidir. Allahı eşidən adam ağlını eşidəndir. Daha doğrusu ağlını eşidən Allah eşidir. Hiss sizə gözəllik gətirir. Hiss sizə şirinlik gətirir. Həyatın ləzzətini gətirir. Amma ağıl sənə deyir, olmaz bu. Bu olmaz. Bu mübarizə hər kəsin öz içində gedir. Hər kəsin içində. Lap yaşlı adamda da var bu. Ki bəzən hiss ona güc gəlir, deyir, ayıbdır daya. Eləyim, eləməyim, eləyim, eləməyim. İnsanın ən çətin şey öz-özüylə güləşməsidir. Amma bu vacibdir. Deyək ki, ruh hissin arxasındadır,
günah eləmiş olur. Bayaq dediyimiz kimi o Allahın əmrindədir. Biz yuxarı baş hissəsi var, orada oluruq. Orada hamı dağçı olur. Meşədən odun gətirir, mənim babam da, əmilərim də o işlə məşğul olur. Həyətdə kömür quyusu olur, kömür quyusunda yandırır, onu gətirir şəhərin ortasını satır. Bununla dolanıb. Amma mənim babam isə dağçı olmayıb, ulu babam. Ulu babam bu şalvarın lüfəsini tikən belə bir usta olur, deyilənə görə. Babam deyərdi. Amma çox fağır, yazıq bir adam olub. Çox dinc olub, çox yazıq, savad olmayıb. Elə işi onu tikib satmaq olur. Dərdləşəndə 3 günə də dərdləşirəm. Niyə? Dəhlikdə, ayrılıqda. Çünki birində hiss artıqdır. O birlərində artıq. Qızımda ağıl artıqdır, ağıl. Balaca oğlumda, Azərdə, onda da ağılı, mühakimə güclüdür. Ödə o çox dindardır. Azərdə, Gülzarda ikisi də dindardır. İkisi də dini kitabları çox oxuyurlar. Sfəndiyarda dini kitab oxumaq yoxdur. Yəni Azərdə və qızımda olan ağıl üstünlüyünü mən hiss edirəm. Amma hiss onda üstündür. Ona görə də yenə qələm əhl oldu. Bu da az çox. Birisi biz 3 dost olmuşduq vaxtı ilə, cavanlığımızda. Xudu Məmmədov idi, Nurəddin Rızayev idi, mən idim. Bir də Şahmar Rəhmətli Əkbərzadə. Elə bunlarla bölüşərdim. İndi də yenə Nurəddinlə bölüşürəm. O şey ki, heç kəsə deyəmərəm, ona deyərəm. Amma bizə şey var ki, lap Sovet dövrünün qılıncının dalı qabağı kəsən vaxtlarda da sözümü deməyə çalışmışam. Əlbəttə açıq deməmişəm, onun da yolları vardı. Ya xarici ölkələrə keçirmək hadisələri, ya da tarixə keçirmək. O yoldan özümü pərdələmişəm. Məsələn, mənə bir nəfər zəng elədi vaxtı ilə, Sovet dövründə. Dedi, gümanımız sən idi, sən də Leninlə yazdın, sən də yazdın Lenindən, utanmırsan. Lenin bizə hansı günə çıxardı? Çox ərkinən mənə telefonda dedi, tanımıram kimdir. Mən ancaq ona dedim ki, mən sizdən xahiş edirəm, ad boy verməyin. Amma gedin o əsəri oxuyun bir də, sonra gəlin mənə nə söz varsa deyin. Getdi bu doğrudan doğru, üstündən bir ay keçmiş mənə zəng elədi. Dedi, başa düşdüm. Mən bir söz deyə bilərəm ki, Lenin və onun dedikləri sizin üçün qalxan olub. Sözlü demişsiniz. Məsələn, bununla bir şey, lap adi bir şey. Deyir ki, rüşvət olan məmləkətdə ədalətdən danışmaq olmaz. Leninin sözüdür. Leninin sözü. Epiqraf gətirirəm. Sonra başlayayım ki, ay dahi, sən böyük adamsan, tamam öyle düzlüysən. Rüşvət axı götürdün yani. İndi məni kim tuta bilər? Arkadaş Lenin deyir daha. Lenin dediği sözü təkrarlayıram. Bak bu cür, bu statlarla, bu misallarla bir təxminən 8 fəsil yazdım. Zaman nədir? Əslində zaman uydurmadı. Təqvim uydurmadı. Vaxt uydurmadı. Vaxt yoxdur. Mən bir şiirim də vardı. Vaxtı kim yaradıb? Kim bölüb bunları? Saata, dəqiqiyə, aya, həftəyə ilə kim bölüb? Əslən baxsın, zaman uydurmadı. Yoxdur. Yoxdur. Əvvəlini bilirikmi? Bir şey ki, əvvəlini bilmirik, başlanğıcını bilmirik, onun sonunu da bilmirik. Görüm o şeyi tapa bilərəm deyil. Oddan çıxan tüstü də düz yox, burmadır. Bu saxtakar əyrilər düzləri çıxdaş elər. Hesabda ancaq hünər çıxma deyil, vurmadır. Necə inanaq buna, şeyxin uydurduğuna, güya onun hər günə yediği bir xurmadır. Bizə gəldi işarə. Röya var cəhcəlalda, üzdə gözdə cəmalda. Yanaqdakı oxal da sonradan qoydurmadır. Düzlüyə gəlmiriksə, göz yalana şəriksə, ilkini bilmiriksə, vaxt da bir uydurmadır.
Burada böyle bir şey var. Kuş okudu, fərəhləndik. Daş oxusa neyləməli? Hörümçəklər tort oxudu, kol toxusa neyləməli? Dedim dünya bir tamaşa, hər arzumuz gəldi başa. Dediklərim başdan başa, boş yuxusa neyləməli? Səsimiz yox, küyümüz var. Oxumuz yox, yayımız var. Demə gəlmiş çayımız var, qənd yoxusa neyləməli? Yalanlardan cana doyduq, ona uyduq, buna uyduq. Ət qoxudu, duza qoyduq, duz qoxusa neyləməli? Faciənin qurtardığı nöqtədə başlayır xoşbaxtlıq. Olub çox dəhşətli vəziyyətlərə düşmüşəm. Çox dəhşətli. Məsələn, bilirdim ki, mən getməliyim, gedəcəyim mən. Tutacaqlar məni. Sonralar bu Təhlükəsizlik Nazirliyinin yaranmasının 80 illiyi münasibəti ilə olan yığıncaqda Heydər Əliyev üzün tutdu KGB işçilərinə, bu təhlükəsizlik işçilərinə. Dedi ki, biraz ziyalılarla ehtiyatlı olun. Vaxtının çox ehtiyatsızlıq ucundan çoxlarını itirmişik. Və o getdi mənim misal çəkdi, bir də Xəlil Rızanı. Dedi, bu adamların günahı nə idi? Bunlar haqqı deyirdilər. Bunlar disident idi. Amma bunlar incidirdilər. Və bunlar haqqında qərar çıxmışdı 60-cı illərin əvvəllərində. Artıq bunların həbsinə imza atılmışdı. Mən deyir, çox çalışdım, bunları xilas elədim. Elə vəziyyət, mən biləndə ki, artıq xilas oldum, orada aldığım ləzzəti, sevinci, heç bir şey almamışım. Yəni, mən özüm də hiss edirdim, düzü konkret bilmirdim. Onda mən bildim ki, bəli, nətər olub. Evimizin qabağında maşın dayanında qorxurdum. Gəldilər mənə aparmağa. Amma sonra gördüm, qutardıq bundan. Necə oldu, nətər oldu, bir məsələ vardı. Onu Şir Məmməd müəllim də yaxşı bilir. Suslov Gələki o vaxt demişdi ki, mənə müsəlman ölkələrindən dissident çıxartmayın. Kifayətdir. Müsəlman ölkələrindən dissident çıxartmayın. Və orada biz xilas olduk o vaxt. Neçənci dedi, vallahi bilmirəm, onu Şir Məmməd müəllimin hafizəsi möhkəmdir, o bilir. Şəxsən mən elə hesab edirdim ki, müstəqilliyimizi alan gün hər şey düzələcək. Mən elə düşünürdüm, naivlə, sadəlöv adamım. Amma mən yazdım da bir şey də yazmışdım ki, azadlıq, azadlıq, Leylacın oldum, mən sənin acın oldum. Aldıq azadlığı, gördük yox. O deyil, biz istədiyimiz olmadı. Biz istədiyimiz olmadı. Şehir yadbusidi orada tam gözəl deyirəm. Deyirəm ki, özgə aparırdı, indi özümüzünkilər özümüzə şərik oldu. İndi özümüzünkilər bizim başımıza oynaşır. Mən demək olar ki, bütün əsərlərimi bir qələmim var. Avtoruçkadır, onunla yazmışım. Amma axır vaxt onu itirdim. Bir 3 il bundan əvvəl itirdim onu, bir nətər oldu itirdim. Hisslərimi itirmişəm. Həyatın şirinliyini itirmişəm, həyatın ləzzətini itirmişəm, yoxdular. İndi mən ləzzət alıram nəvəmlə, nəticəmlə. İndi bunlardan ləzzət alıram. Yəni, özümə məxsus olan elə bir şey yoxdur. Mənim üçün bir əzizliyim insanın 2-3 kostyum olur da. Olan içində birini daha çox yiyir. Niyə özü də bilmir. Amma onun əyninə yaxşı tutur. Ona elə gəl, xoşdur. Belə şeylər, amma bilirsən ki, özünü anladırsan. Adam, bilirsən, o qədər mürəkkəbi ki, o qədər mürəkkəbi. Mən deyirəm ki, hər şeyi başa düşdüm. Hamını başa düşdüm, bir özümü başa düşmədim. Özümü başa düşəmirəm. Bir də görürsən ki, bir anın içində göy kimi tutuluram. Mən bir şeir də yazmışam. Səbəbsiz kədərin, səbəbsiz qəmin, səbəbi səbəbdən 100 qat ağırdır. Kədərliyəm, dilxoram. Deyirəm, nə olub mənə? Fikirləşəm, nə üçün dilxoram? Bilmirəm. Səbəb yoxdur. Amma o səbəb, səbəbdən daha ağırdır. Daha ağır səbəbdir.
Elə bir mənasız iş eləyirəm ki, özümə təəccüb eləyirəm. Bizdən biri elə bir mənasız, axmaq söz danışıram ki, özümə təəccüb eləyirəm. Bu nə sözdür mən danışdım? Bu nə idi, bu nə hərəkət idi, mən elədim. Özünü dərk eləmək, özünü. Ömrüm boyunca özümü dərk eləmək uğrunda mübarizə aparmışam ki, özümü başa düşüm. Görün mən kiməm, mən nə istəyirəm, mən kiməm, qərəzimlə, məqsədimlə, belə bir şeirim də var, bilmirəm. Kədər düşüncədir, qəm düşüncədir. Qəmin qanadında yaradırıq biz. Kədərin bir damcısında közərən ağıl, közərməz şadlığın ümmanındadır. Şadlıq yüngüldür, çəkisi yoxdur. Amma kədər çəkilidir. Yadımdadır ki, məni vermişlər dövlət mükafatına, amma almaq məsələsi çətin idi. Çünki bir təxminən 30-a qədər namizəd vardı. Birdən mənə zəng elədilər Moskvadan ki, aldın. Yevtushenko aldı o vaxtı, mən aldım. Dərdim olmasaydı, dərd tutmaq üçün dərdim dəryasına tülov atardım. Sevinci qaşıyıb Allah mənə bir gün sevincdən özümə dərd yaradırdım. Əgər olmasaydı dəryaca dərdim, dərdin yoxluğunu mən dərd edərdim. Budur. Bu mənim kredomdur. Mən dərd üçün ölürəm, dərd axtarıram. Və dərd də məni yazdırır. Məni yazdıran kədərdir, dərddir. Sevincdə məni heç vaxt mən xoşbaxtlıq görmürəm. Dərd insanı düşündürür. Dünyanın yarısını gəzmişəm. Amma yaşlaşıcı yox. İnzivaya çəkildim. Təkliyə çəkildim. İndi mən nə qədər təklif edirlər, yox, getmirəm. Şair olmasaydım, yəqin ki, meşəsi olardım, dağçı. Siz təsəvvür edin, inanın ki, mən dənizdən zəhləm gedir. Mən dənizdə gözəllik görmürəm, hirslənirəm. Mənim ki, dağdır, meşədir. İndi çıxmağa halım yoxdur. Halım olsa, indi bəlkə atla çıxdım yaylağa. Məsələn, mənim dayımın evi bir kənddə, Söğütlü kəndi var. Buradan bir 10-12 kilometr uzaqdadır. Məsələn, sevərdim mən cavanlığımda. Minim ata gedim orada dayımı görməyə. Yəni gedərdik. Porxaşlamağı da sevmirəm. Heç sevmirəm. Daha doğrusu bacarmıram. Mən bircə şey istəyərəm deyəm. Məsələn, mənim nəvələrim namaz qılır. Nəvələrim türk çapından mənim kitabxanamda olan qədim din alimlərini, İmam Qəzalidən tutmuş ən böyük din adamlarını oxuyurlar. Mən görürəm ki, nəvələrim məndən daha çox türkdülər. Mənim bir nəvəm var, o qədər Allah pərəst adamdır. Deyiləsi deyil. Məsələn, evdə, öz evlərdə yazıb, yapışdırıb, qeybət eləmək günahdır. Və ona da əməl edir. Və evdə də heç kəsi qoymur qeybət eləməyin qeybət. Quranı mükəmməl öyrənir. Bütün Quranın şərhlərini harada var, axtar tapacaq. Rusca, Azərbaycanca, Türkçə. Mən millətimə onu tövsiyə edərdim ki, Allah yolundan qaçmasınlar. Allah həmişə bizi saf yola, haq yola çağırır. Yalan danışmasınlar, başqasını incitməsinlər, başqasına incitməsinlər. Ürək sındırmaq, quş yuvasını dağıtmaqdan günahdır. Quş yuvası dağıtmaq çox günahdır. Ürək sındırmasın. Bu almalarda hamısını özüm əlimdən əkmişim, hamısını.